4-cü qrupun 2020-ci il 4-cü qrupun sınağı ilə davam edir uşaqlar. Bu suallardan da nə qədər işləmişik. Deməli, maqnezium üzərinə hansı miss SO4. Daha doğrusu miss 2 sulfat məhdulu maqnezium lövhə əlavə edirik. Bilirik ki, buradan alınacaq maqnezium SO4 plus miss. Gəlin baxaq yoldaşlar. Maqnezium nə qədərdir? 24. Miss nə qədərdir? 64. 24-dən gəlib 64-ə. Deməli, lövhədə 40 qram artım baş verib, artım. Lakin məhlulda 40 qram azalma baş verəcək. Deyir ki, reaksiya daxili maqnezium kütləsi. İndi gəlin şərtə baxaq. 150-dən fikir ver, məhlul düşüb 138-ə. Yəni 12 qram məhlulda azalma var. Yazıram 12 qram məhlulda olan azalmaya x qram maqneziumdursa, reaksiyanın özünə görə azalma nə qədərdir? 40 qram azalma. 40 qram azalma baş verən zaman reaksiyaya görə nə qədər maqnezium reaksiya daxil olmuşdur? 24 qram. Buradan x bərabərdir 12 vurulsun 24 bölünsün 40. Deməli 4-ə 10, 4-ə 6, o da eləyəcək 7,2. Sualın düzgün cavabı eləyəcək 31-də D variantı. Davam edirik 32-ci sualla. Qələvi metallar kütləsi, qələvi metalla reaksiya daxil olan xlorin kütləsi və s. Və uşaqlar, tutaq ki, qələvi metallarımız olsun litium, natrium və kalium. Hər birinin xlorla reaksiyasını yazsaq, xlorla reaksiyasını. Buradan alınır litium xlor, bura 1, 2, bura 1, 2. Buradan alınacaq natrium xlor, bura 1, 2, bura 1, 2. Buradan alınacaq kalium xlor, bura 1, 2, bura 1, 2. İndi fikir verək, hər birinin kütləsinə A verib. Bunun A-sına tutaq ki, M qədərdirsə, litiumun kütləsi məsələn yoldaşlar, aydındır ki, bu daha kiçik kütlədir və yaxud da 2 vurulsun 7 yazaq. Bunlar məsələn 71-dir. İndi buna A-sına yenə M-dirsə, bunun məsələn 2, 46-sına 71-dir. Bunun A-sına M-dirsə, məsələn bunun 39, 78-nə məsələn 71-dir. Fikir verək, buradakı M-i tapsaq, M bərabərdir 71A bölünsün 27. O biz burada M bərabərdir 71A bölünsün 46. Burada M bərabərdir 71A bölünsün 78. Fikir ver, sürət böyüyə-böyüyə gedir. Yəni yəni kəsin qiyməti azala-azala gedir. İndi fikir verək, M1 böyüdür M3-dən. Ən böyük hansıdır bu? Deməli bu M1 imiş. Böyüdür M3-dən, yəni bundan bu M3 imiş. Ən kiçik də bu olacaq M2. Deməli bu da M2 imiş. Birinci M1, M2, M3-ün kimə aid olduğunu tapmaq lazımdır. Bunları tapdıqdan sonra baxıram ki, M1-ə uyğun olan X-dir. Yəni M1-ə uyğun olan X, M1-ə uyğun olan litium. Yəni M1 hissəyə gəlir. Bax, M1 hissəyə gəlir litium, litium ərimə temperaturu T1. M3 hissəyə gəlir natrium, natrium ərimə temperaturu T2. M2 hissəyə gəlir kalium, kalium ərimə temperaturu isə yox. Ben görüm. Aha, bir T3. Aha, bir T3. Düzəltdik, düz. Düppələn düz. İndi yoldaşlar bizə nəyi verib? Bir dənə gözlüyün görün, nəyisə səhv yazım deyəsən. Bir dənə qarışdırdım mən burada, bax. M1-ə uyğun, M1. T2 ilə T3 yeni qarışmışam. M1-ə uyğun litiumdur, onun T1-dir. M3-ə uyğun natriumdur, o T3-dür. M2-yə uyğun kaliumdur, o da demək T2-dir. M2-yə uyğun T2-dir, bir dənə fikir verək burada. İndi yoldaşlar deyir ki, ərimə temperaturlarının artma sırası. Yoldaşlar biz bilirik ki, aktiv metallar yuxarıdan aşağı doğru getdikcə bərklik və deməli ərimə temperaturlarının artma sırası. Bərklik və ərimə temperaturu deməli artır. Yox. Yuxarıdan aşağı doğru getdikcə bərklik və ərimə temperaturu azalır. Bərklik və ərimə temperaturu əksinə bərklik və ərimə temperaturu azalır. Sıxlıq artır. Bu istiqamətdə sıxlıq artır. O qaydanı yadınızda saxlayın. Sıxlıq artır. Bərklik və ərimə temperaturu isə çox istidir uşaqlar bu arada. Bərklik və ərimə temperaturu isə azalır. İndi bizdən nəyi soruşur? Əksinə artmasını soruşursa T2 kiçikdir T3-dən, o da kiçikdir T1-dən. O da sualın düzgün cavabı 32-də eləyəcək A variantı. Bərklik və ərimə temperaturu yuxarıdan aşağı doğru getdikcə dedik ki,
azalır. Aha. İndi 33-cü sual. Hər hansı bir metal oksididir. Metal oksidi, metal NO3 2 dəfə. Metal NO3 2 dəfə. Yoldaşlar, parçalanmasına alınan qazlar qarşılığı deyirsə, demək, burada NO2 qazı mütləq var. Onda bu çox güman mis ola bilər və yaxud da orta aktivlər ola bilər. Metal 2 oksid üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Əmsallaşdırsaq, bura bir 2 yazsaq, bura bir 2 olar, bura bir 2 olar. Görək düzəldi, yoxsa düzəlmədi. Burada onda 3 düşəcək. Yox, azot 4 oluraq. Azot 4 olur. İndi bir dənə baxaq. Metal 2, metal 2. Azot 4, azot 4. Oksigen 6, 12. Oksigen 4 dəfə 2, 8. 8 üzərinə 2, 12, 10, 12. Düzəldi. İndi yoldaşlar, verir ki, parçalanmasına alınan metal oksidin kütləsi 20 və metal oksidin tərkib metalın kütlə payı 80%-dir. Rahat bir sual. Metalın kütləsini buradan taparıq da yoldaşlar. Metal oksiddə metalın kütlə payı 80%. Əgər bu 80%-dirsə, bura qalır 16. Metalın kütləsini x deyərəm, bunun kütləsi 16 deyərəm. Deməli, x-ım əgər 80% təşkil edirsə, 16-ım 20% təşkil. Buradan bu gedər, burada 1, burada 4. X ilə bərabər də 64. Yəni, mis imiş da. Deməli, bunun kütləsi 64-dür. İndi 20 qrama qaza qarşı x litrdirsə, mis 64-dür. 64-ün üstə 16, 80. 2 vurulsun 80-ə də 5, yəni 4-ü burada, 1-i burada. 5 vurulsun 22,4 litr olacaq. Buradan x bərabərdir. Nə istədir? Buradan x bərabərdir, deməli 20 vurulsun 5 vurulsun 22,4 bölünsün 160. 14. Sualın düzgün cavabı 33 eləyəcək ya variantı. Gəlir 34-cü suala. Karbohidrogendir, molekulda karbon atomlarının sayı N-dir, molekulda hidrogen atomlarının sayı. Yoldaşlar, 2N-dirsə məsələn, bu sikloalkan da ola bilər, bu alken də ola bilər. Hidrogen atomlarının sayı, karbon atomlarının sayı 2 dəfə çox. Hidrogen atomları 2N+2 olan aydındır ki, alkandır, alkan. O birisi isə, məsələn, nə olsun? Ya olacaq alkin, ya olacaq alkin, ya da olacaq nə? Nə deyək? Alkadiyen. Karbon atomlarının sayı eyni molekulunda sıxlıqların artma sırası ilə göstərilir. Yoldaşlar, kütlə ilə hansının kütləsi çoxdursa, çünki sıxlıq rho bərabərdir, M bölünsün V ilə də. Sıxlıq V ilə. Əgər biz qaz üçün hər birini 22,4 litr götürsək, rho ilə M düz mütənasibəsidir. Hansının kütləsi daha çox olsa, onun sıxlığı. Aydındır ki, Y-in kütləsi hər birindən daha çoxdur. Sonra X-dan ən kiçik olacaq Z. Z, X, Y, sualın düzgün cavabı 34 eləyəcək D variantı. Və yaxud da yerinə maddə də qoyub baxa bilərsiniz, yoldaşlar. Mən belə şifahi getdim. Bir 5 dəqiqə dincələk. Uşaqlar, davam eləyək, deməli 35-ci sualına görə burada bizə nə verib? Anion, kation İçərisində X, Y, Z iyonları olan sulu məhlullardan bu iyonları çöktürərək bir-birindən ayırmaq üçün bu məhlul aşağıdakı maddələrin hansıları əlavə etmək lazımdır. Yəni, çöktürərək ayırmaq müsbət işarəsi, çökmə işarəsini göstərir. Yoldaşlar, bir dənə baxaq. Birinci kükürt ayrılsa, kükürdə ayıra bilmək üçün ki, kükürt həm Y ilə çöküntü verir. Bu sink nədir gətirib buraya yazıblar. Həm Y ilə çöküntü verir, həm Z ilə çöküntü verir. Ona görə kükürdə ayıra bilmərik. O cümlədən karbonatı da ayıra bilmərik. Çünki karbonat hər üçünün çöküntü verir. Deməli, birinci SO2 ilə çöküntü verən, SO4 ilə çöküntü verən Z-dir. Deməli, birinci biz SO4-ə əlavə edərik bura. Çöküntü versin, oradan Z iyonunu ayıra bilək. Deməli, biz birinci bura sulfat əlavə edərik. Oradan Z iyonunu ayıra bilək. Sonra baxırıq ki, karbonat həm X-lə çöküntü verir, karbonat həm Y ilə çöküntü verir. Ona görə karbonatı əlavə eləmək bizi sərf eləməz. Biz kükürdə əlavə eləyərik ki, kükürt Y ilə çöküntü versin, Y ayırsın. Deməli, birinci biz Z-i ayırdıq.
Sonra kükürdü əlavə edirik. Kükürdü natrium 2S, kükürdü əlavə elədik. Bu zaman Y ayırdıq. Fikir verək, deməli buradan Y də ayrıldı. Onda bir dənə də qalır X də karbonatla çöküntü verər. O da natrium karbonat. Üçüncünü əlavə edərik. Ondan da X-i ayıra bilərik. Sualın düzgün cavabı 1, 2, 3. Hansıları əlavə eləsək? Bunları əlavə eləsək, soruşsaydı hansıları ayrılar? Birinci Z ayrılar, sonra Y ayırarıq, sonra X ayırarıq. Yəni bu formada. Gəlirik 36-cı suala. Deməli, 1 mol metal artıq miqdarda xlorid üssü götürmüş metal molsa, yoldaşlar metal valentinin yarısı qədər hidrogen ayırır. Deməli bu 2 moldur, bu yəni 3 valentlidir, bu isə 1 valentlidir. 2, 3, 1, 2, 3, 1, 2, 3, 1 sualın düzgün cavab 36 eləyəcək B variantı. Gələk 37-ci suala. Radiusların artma sırası ilə göstərin. Vay yoldaşlar, elektron verir, proton verir. Bunu rəqəmlə, tutaq ki, özünüz üçün bir rəqəm verir. Məsələn, X, X, X. Eləmi? Proton sayını aydındır ki, tutaq ki, hər birində 10 olsun, 10 olsun, 10 olsun. İndi, elektron sayı 10-dan 2 çıx. Bir dəfə 8 olub. Elektron sayı bir dəfə onun özünə bərabər olub. Elektron sayı da bir dəfə, deməli, 12 olub. Deməli, onda bu neçə olur? Müsbət 2 olacaq ki, müsbət 2 olacaq, bu 0 olacaq, yox, müsbət 2 yox, bu mənfi 2 olacaq ki, ikisini alıb. Bu isə müsbət 2 olacaq. Yəni, bu bərabərdir A-ya, bu bərabərdir elə 0-a, bu da bərabərdir C-yə. İndi görək bizdən nə soruşur? Deyir ki, radiusan, elektron çox olan radiusu çoxdur. Ən çox elə, deməli, XC. Bax, elə bu istiqamətdə olacaq. Elə bu istiqamətdə olacaq. O da hansı variantdadır? Elə o da Y variantındadır. Sualın düzgün cavabı. Gələk bu məşhur 38-ci sualdan. Asetilin. Yoldaşlar, asetilin C2H2 oksigende yanır, alınır karbon qazı, üzərinə gəlsin su. Bura 1-2 yazaq. Mən birbaşa yazırım. Çünki bu reaksiya o qədər təkrar olunmuş bir haldır ki, artıq əzbər bilirik. Burada 5 düşür. Və uşaqlar, asetilindən, indi burada verib 2,1. Mən birbaşa bura 2600 kilojol yaza bilərəm, amma yazmıram. Çünki məsələnin şərtinə görə işləyir. Reaksiyanın istilik effektinə bir Q deyək. Bax, verib ki, 2,24 litr asetilin, 2,24 litr asetilin yandıqda verib 130-dur. Reaksiyaya görə bu isə 2 olsun 22,4-də isə bir Q-dür. Buradan Q-ünü tapsaz, tapacaqsınız 2600. Deməli, bu reaksiyanın istilik effekti 2600-ə bərabərdir. Bunu buradan tapırsınız və yaxud da şifahi artıq əzbər bilirik ki, o qədər işləmişik ki, bu sualları. Bu reaksiyanın istilik effekti 2600 kilojoula bərabərdir. İndi, əmələ gəlmə istiliyinə görə bizdən X-i, yəni suyun əmələ gəlmə, bəsit maddənin əmələ gəlmə istiliyi yoxdur. Reaksiyanın istilik effekti 2600 bərabərdir. Məhsulların istilik effektləri cəmi 4 vurulsun, karbon qazının əmələ gəlməsinə qədərdir? 394. 394. Üzərinə gəlsin, suyun əmələ gəlməsi nə qədərdir? X, bilmirik. 2 vurulsun X, 2 vurulsun X, çıxılsın, başlanğıc məhsul mənfi 226, deməli ortanı topla yazarıq. 2 vurulsun 226. Buradan hesablayıb artıq özünüz X-i tapmalısınız. Mən şifahi deyim, bu eləyəcək 286. Elə cavab 286 eləyəcək. Sualın düzgün cavabı 38-də eləyəcək D variantı. Çünki reaksiyanın istilik effektinə görə, əmələ gəlmə istiliklərinə görə biz istilik effektini necə hesablayırıq? Reaksiyanın istilik effekti bərabərdir. Məhsulların əmələ gəlmə istilikləri cəmindən başlanğıc maddənin əmələ gəlmə istilikləri cəmini çıxırıq. O şərtlə əmsal nəzərə alınmaqla. Davam eləyək yoldaşda görək bizə 39-cu sualda nə verib? Aha. Hansı qrafiklər doğrudur? Yoldaşlar, bir dənə baxaq. Həll olması 20 dərəcə Celsius temperaturda. Temperatur 20-dən qalxıb, deməli, 50-yə. Temperaturla gedəcək. Fikir verək, həll olması 300-dən temperaturun artmasından artıb 340-a. Deməli, bu bərk maddəymiş. X-i mənası bir bərk maddəymiş. İndi həll olması azalt, deməli, bu da qaz aqreqat halında olan maddəymiş. Deməli, X bərk aqreqat halında, bərk maddənin həll olması temperaturla düz mütənasib, qazların həll olması temperaturla tərs mütənasib asılıdır. Temperatur artdıqca bərk maddənin üstə həll olması artır, temperatur artdıqca qazların üstə həll olması azalır. Bu qaydanı yadınıza salırıq. İndi baxırıq yoldaşlar.
X, yəni bərk maddənin həll olması deyir ki, təzyiqdən asılı deyil. Bəli, doğrudur. Biri birdir. Ona görə bu getdi, bu getdi, bu getdi. Həll olma Y təzyiqlə. Qazların həll olması təzyiqlə düzüm tənasibası. Bəli, 2 də doğrudur. Elə sualın cavabı olacaq 1 ilə 2. Bərk maddələrin həll olması təzyiqdən asılı deyil. 3-cü qrafikdə yanlışdır. Görürsünüz, sadəcə nəzəri qaydaları bilsək, hər birini yaza biləcəyik. Deməli, rahat olacaq. İndi baxırıq uşaqlar. 140-dan böyük temperatur, deməli bu X nəymişsə, 140-dan böyük temperatur parçalanır. Yoldaşlar, bu aydındır ki, spirtdir. Məsələn, etil spirt ola bilər, C2H5OH. C2H5OH 140-dan böyük temperaturda parçalandıqda C2H4 verir, etilin. O da sualın düzgün cavabı birbaşa görə bilərsiniz C-dir. 140-dan kiçik temperaturda isə verəcək, nə verəcək? Efir, sadə efir verəcək. X tapdıq etil spirti. Etil spirti C2H5OH C2 turşusundan. Spirtdən H, turşudan OH verəcək CH3CO, C2H5. Etil asetat və yaxud da etil etanoat, nə bilim, C2 turşusunun etil efiri hər üçün verər. Yəni, üçü də eyni maddənin adıdır. Gəlirik 41-ci sualdan. Müəyyən şəraitdə karbon dioksid, yəni karbon qazı və hidrogenlə reaksiya daxil olan maddəni seçin. Su hidrogenlə daxil olmaz, oksigen karbon dioksidlə reaksiya daxil olmaz. Cavab C variantı. Çünki bu verəcək CO, bu karbonla verəcək CH4. Alüminium hidrogenlə reaksiya daxil olmaz, H-klor hidrogenlə reaksiya daxil olmaz, heç karbon dioksidlə də reaksiya daxil olmaz. Cavab oldu 41-də C variantı. 42-ci sual. Hansı karbohidrogenin cis-trans izomeri var? Yoldaşlar, çox rahat bir sualda nə qədər danışmışıq. 2 qat rabitə əlaqəli karbonlarda fikir ver. Bu karbonda 2 dənə eyni radikal var. Fikir ver. Bunun cis-trans izomeri necə olsun? Hidrogendən yeni dəyişsə eyni şey olar. Burada bizə dənə radikal birləşib, getdi. Burada fikir ver, 2 qat rabitəli karbona 2 dənə yenə eyni hidrogen birləşib. Bunun cis-trans izomeri yoxdur. O cümlədən bunun cis-trans izomeri yoxdur, amma penten 2-nin cis-trans izomeri var. Bax, bu 2 qat rabitəni belə yazarıq. Bir dəfə bu karbona birləşən hidrogeni buraya yazarıq, CH3-ü buraya yazarıq, hidrogeni buraya yazarıq, CH2, C2H5-i buraya, heksen 1, 2, 3, 4, 6, heksen 3-dür uşaqlar, 2-dir, heksen 2. Bu fikir verir, bu cis heksen 2 olar, heksen 2. Bir dəfə də bunların yerini dəyişərəm. Məsələn, CH3-ü salaram yuxarı, hidrogeni salaram aşağı, karbon, 2 qat rabitə, hidrogen, CH2, C2H5. Bu isə olacaq trans heksen 2. Sualın düzgün cavabı 42-də eləyəcək Y variantı. Danışdığımız şeylərdir sadəcə olaraq dərslərdə. Hansı halda fiziki proses baş verir? Yoldaşlar, su, bərk, maye, qaz aqreqat halların bir-birinə çevrilirsə, bu halda yəni kimyəvi proses baş vermir. Fiziki proses baş verir. Elə biri birdir. Bərk aqreqat halına maye aqreqat halına keçir. Biri birdir. Sudan hidrogenin elektrolit suyunun alması kimyəvi proses. 2-ni çıxdıq. Biri götürəcək, 2-ni çıxdıq. Hidrogenden suyun alması yine kimyəvi proses baş verir. Su maye haldan buxar halına keçməsi fiziki prosesdir. 43-də eləyəcək Y variantı. Gələk 44-də. Birinci və ikinci reaksiyaların çıxımı 50%, 50%, 50%. Üçüncü reaksiyanın çıxımı 80% olarsa 10 moldan neçə qram sulfat turşusu. Bay yoldaşlar, heç bir əmsal yoxdur. 1 mol singesdən 1 mol SO2 alınırsa 10 moldan 10 mol alınır. Reaksiya 100% çıxımla getdikdə. Amma birinci reaksiyanın çıxımı 50%. Deməli, onun 50%-ni taparıq. Deməli, 5 mol SO2 alındı. İndi 1 SO2-dən 1 SO3 isə 5 SO2-dən 5 SO3 alınmalıdır. Amma 100% çıxımla. Amma reaksiyanın çıxımı 50%. Deməli, 5-in 50%-ni taparam, eləyəcək 2,5. İndi 1 moldan 1 mol sulfat alınırsa 2,5-dən 2,5 alınmalıdır. Amma 80%-ni tapmaq lazımdır. 2,5-i 80-ə vurub 100-ə bölərik. Bununla bu ixtisar gedər. 22 alındı. Deməli, ən sonunda 2 mol H2SO4. 2 mol H2SO4 aydın 196 qram eləyəcək. 44 cavab C. Birbaşa getdim. Əgər başa düşməsə soruşarsınız, dərsə bir də geniş izah eləyərəm. Hansı reaksiyada kükürt 4 oksid deməli reduksiya edici, yəni kükürt atoma elektron verir. Baxaq. Kükürt müsbət 4-dən kükürt cavab 0-a elektron alıb oksidləşdiricidir. 1 getdi, 1 getdi, 1 getdi. 2-yə baxaq. SO2 kükürt müsbət 4-dən kükürt cavab -2 elektron alıb 2 də getdi.
2 də getdi. 3 hər ikisində var, yazmağa ehtiyac yox, deməli 1 3-dür. Burada isə kükürt müsbət 4-dən deməli kükürt müsbət 4-dən qalıb. H2 mənfi 2, bəli, müsbət 4 oksidativ reduksiya reaksiyası deyil. 4-ü çıxırıq, ona görə qalır 45-də. Cavab A variantı. Gəlin baxaq 46-cı suala. Qaz halında sadə formulu CH-dırsa toluol deyil, etilen deyil, heksen deyil, ya asetilen ya benzol qazdır və bromlu su ilə rəngsizləşdirir. Benzol bromlu su ilə rəngsizləşdirmir, deməli qalır bir dənə asetilen. Həmçinin benzol mayedir, asetilen qazdır. Sonra bu qədər oksigen maksimum neçə qram kükürt reaksiya daxil olar? Kükürt üzərinə gəlsin oksigen, alınır SO2, bura 1-2 yazırıq. Bu qədər oksigenlə 67,2 litr oksigen neçə qram kükürt X-dırsa 32-yə də 22,4-dür. 3 dəfə çox 96 qram eləyəcək. Sualın düzgün cavabı 47-ci sualda eləyəcək Y variantı. Ekran kaydı gedirmə. Bir dəfə dayanmışdı öz-özünə, ona görə hər dəfə baxıram. Bəli, gedir. 48-ci suala baxaq uşaqlar. Fosforit mineralı nədir? Kalsium 3, PO4 2 dəfə, kvars qumu, silisium O2, koksda karbon. Yoldaşlar, ağ fosforun alma reaksiyasıdır. Alınır kalsium, silisium O3, üzərinə gəlsin ağ fosfor, üzərinə gəlsin CO. Fosfor 4-dür, bura bir 2 yazdıq. Kalsium oldu 6, bura bir 6 yazdıq. Silisium oldu 6, bura bir 6 yazdıq. Oksigen oldu 4 dəfə 2, 8, 16, 16-nın üzərinə 12, 28, 18-i burada düşür 10. İndi baxaq, A hamısından böyükdür. Deməli A-dır, sonra B hamısından böyükdür, C-dir. A-ya uyğun gələn X-dir. Deməli CO X-dir. B-yə uyğun gələn kalsium, silisium O3, deməli Y kalsium, silisium O3, yazıq Z-də də qalır ağ fosfor. İndi baxaq, deyir ki, hansı reaksiyalar getmir? İndi baxaq. X, CO hidrogen yoldaşlar, CO hidrogenlə müxtəlif reaksiyalar girir. Məsələn, adicə 1-in 2-yə girdikdə nə verir? Metil spirti, CH3OH. CO hidrogenlə 1-in 1-ə reaksiya daxil oldu, nə verir? Aldehid. 1-in 3-ə metan su, 2-nin 3-ə eten glikol su. Birinci reaksiya gedir, məşhur reaksiyadır. Bir getdi, bir getdi. Z, P4, fosfor hidrogenlə, bəli, qeyri-metallardan fosforla, silisium hidrogenlə dedik ki, reaksiya daxil olmur. Ona görə 2-ni götürürük. 2 olan variantda 2, 3, 6, 2, 4, 6. 3-dən 4-ə baxaq. 3-dən 4. Y nədir? Kalsium, silisium O3. Kalsium, silisium O3 su ilə təbii ki, reaksiya daxil olmaz. Ona görə 3-ü də götürəcək, cavab eləyəcək. C variantı heç davamına baxmıram. Uşaqlar, biz bilirik ki, bu reaksiyanı alınır. Benzolun propilenlə reaksiyasını alınır izopropil benzol, kumol. Kumoldan isə alınır fenolla aseton. Molekulda karbon atomu hibrid orbital. Yoldaşlar, fenol, aseton budur. CH3, C2 qat rabitə CH3 oksigen. Bu asetondur. Fenol da budur. Aha. İndi bizdə nə soruşur? X, Y, yəni bu söhbət bu maddələrdən gedir. Bu X olanda bu Y olacaq. Bu Y olanda bu X. Karbon atomunun hibridləşməsini soruşursa SP3, SP2, SP3. 4, 4, 8, 11 dənə buradadır. Burada isə ümumilikdə 18 hibrid orbital var. Niyə? Çünki 6 karbon 6-sı da SP2-dir. 29. Sualın düzgün cavabı 49-da eləyəcək C variantı. Bu sual nə qədər işləmişik özdə. Gələk 50-ci suala baxaq. Hər bir reaksiya üzrə 1 mol metan reaksiya daxil olarsa, gəlin baxaq, məsələn, metan, 1000 dərəcədə parçaladıq metanı, karbon üzərinə gəlsin hidrogen. Bura 1, 2. Bunun deyir 1 moldan. Elə 1 moldan 1 mol hidrogendir. Deməli, X bərabərdir 1-ə. X bərabərdir 1-ə. İndi bu reaksiya baxaq. Metanın su buxarı ilə reaksiyasına yadınızdadır, sintez qazını alma üsuludur. CO plus hidrogen. İndi baxaq. Hidrogen 6-dır, bura 3 yazacaq. Bunun 1 molundan 3-dür. Deməli, Y bərabərdir 3-ə. Sonra metanın yenə karbon qazının reaksiyası sintez qazını alması o bir üsuldur bu da. Yenə alınır CO plus hidrogen. Baxıram karbon burada 2-dir. Karbona 1-2 yazdım. Burada 1-2 yazıram. Düzəldi mi ay uşaqlar? Karbon 2, karbon 2, hidrogen 4, hidrogen 4, oksigen 2, oksigen 2 düzəldi. Onda Z də bərabər olacaq 2-yə. Deməli, Y böyükdür Z-dən, o da böyükdür X-dan. Belə bir cavab yoxdur. Nəyi səhv yazdıq?
Yəni bir dənə baxaq görək nəyi səhv yazdıq. Bax, metan 1000 dərəcədə parçalanır karbona və hidrogenə. 1000 dərəcədə. Karbon, hidrogen, bunun 1 moluna deməli x bərabərdir. X bərabər, ay uşaqlar. Nə, bu da 2-dir, bu da 2-dir. X ilə z bir-birinə bərabərdir. X ilə z bir-birinə bərabərdir. Y də bunlardan böyükdür. Deməli, y böyükdür, x bərabərdir z-ə. Görürsünüz, arada mən də riyaziyyatdan səhv edə bilirəm. Olar, mənim səhvim bağışlanan da, sizin səhviniz bağışlanmaz səhvlərdir. Amoniya, karbondioksid və azotdan ibarət qaz qarışıq topluluğunun sualıdır. İşləmişik bu sualı. Amoniyak, karbondioksid və azotdan ibarət qaz qarışığından yoldaşlar, bizim məqsədimiz azotu ayırmaqdır. Ayırmaq üçün hansılar eləmək lazımdır? Qatı kalium hidroksid məhlulundan buraxmaqla, kalium hidroksid məhlulundan buraxsaq, yoldaşlar, yalnız bu kalium hidroksidinə reaksiya daxil olar. Axı, qarışıqda hər ikisi qalar. Ona görə bu ola bilməz. O cümlədən orta fosfat. Orta fosfatla da bu reaksiya daxil olar. Bu zaman ikisi qalar. Yəni azotu ayırmaq olmaz. Ardıcı olaraq sulfat turşusu. Yoldaşlar, biz bu qarışığa sulfat turşusu əlavə eləsək, sulfat turşusu amoniakı buradan çıxardar. Amonium hidrosulfat əmələ gələ bilər, amonium sulfatda. Natrium hidroksidi sonra əlavə eləsək, natrium hidroksiddə karbon qazını buradan ayıracaq, natrium hidrokarbonat və yaxud da natrium karbonat ayıracaq. Yerdə isə qalacaq azot. Sualın düzgün cavabı 51-də eləyəcək C variantı. Uzun sözün qısası sadəcə reaksiyadır. Yoldaşlar, hidrolizin birinci mərhələsində deyir turş duzu alınsın. Deməli, bunun zəif tərəfi olacaq turşu. Bu qaydaları o gün ikinci gün dərsdə təkrarladıq. Birinci mərhələsində əsasi duzsa, deməli, bunun zəif tərəfi olacaq əsas və hər ikisi 2 valentli, üzr istəyirəm, 1 valentli olmamalıdır. Hər ikisi 1 valentli olmamalıdır. Çünki hidrolizdən söhbət gedir. Birinci mərhələdə ancaq bir mərhələdə dissosiasiya edilir. İndi baxaq, görək hansı variant. Kalium NO3-də görək X-da zəif turşu olmalıdır. Fikir ver. Ümumiyyətlə, bu heç kalium nitrat hidroliz eləməz. A variant getdi. Kalsium nitrat hidroliz eləməz. Bu variant getdi. Kalium sulfat hidroliz eləməz. Bu variant da getdi. Qalırıq bir dənə yoldaşlar B variantı ilə Y variantı arasında. Deməli, aha. İndi baxaq. İndi yoldaşlar, baxırıq ki, hidrolizin birinci mərhələsindən turş duz. Bax, əsası, turşusu zəif ola bilər, əsası duz, əsası zəif də ola bilər. Turşusu zəif də ola bilər, əsası zəif də ola bilər. Deməli, birinci şərt B variantında da ödəyir, Y variantında ödəyir. Ona görə gəlirik yoldaşlar, artıq bu biri şərtə baxmağa. Məsələn, kalium 2S-in suda məhlulun elektrolidi. Məsələn, mis nitratdan turşu alınacaq. Amma mis xloriddən, bir dənə mis xloridin elektrolizinə bax uşaqlar. Mis xloridin suda məhlulun elektrolizi. Katoda getdi mislə hidrogen. Mis ayrıldı. Anoda getdi xlorun oksigen. Xlor ayrıldı. Yoldaşlar, məhlulda qalır suyun özü. Yalnız duz parçalanır. Bu isə bizə deyir turşu alınsın. Mis xloriddən turşu alına bilməz. Ona görə cavab qalır 52-də B variantı. Görün necə gözəl bir sualdır. Həm hidroliz, həm elektrolizin miks olunmuş bir variantıdır. Gəlirik 53. Dəmir, mis və alüminium yazıram. Dəmir, mis və alüminiumdan ibarət olan bir qarışıqdır. Artıqlaması ilə götürmüş qələvi məhlul. Qələvi məhlulsa alüminium amfoter xassiyyə malikdir. Deməli, 40% azalma alüminiuma görə olacaq. Qalan qarışığın artıq miqdar götürülmüş xlorid turşusu reaksiya təsir etdikdə kütlədə 50% azalma baş verir. Deməli, həmin o 50% azalma, deməli 40% azalma. Gəlin belə baxaq uşaq. Tutaq ki, 100 qram qarışıqdır. 100 qram qarışığın 40%-i getdi. Yəni 40 qram getdi. Yerdə nə qədər qarışıq qaldı? 60 qram qarışıq. 60 qram qarışıq qaldı. İndi deyir ki, bura xlorid turşusu əlavə etsə, mis xlorid turşusuna reaksiya daxil olmaz. Reaksiya daxil olan H-xlorun dəmir olar. Və kütlədə 50% azalma. 50% nə qədər? Deməli, 30 qram bundan var imiş, 30 qram da bundan var imiş. Eləmi uşaqlar? İndi, ilkin qarışıqda dəmirin kütlə payı. Bir dənə fikir verir, ilkin qarışıqda dəmir 30 qramdır. Ümumi qarışığımız biz 100 demişdik. Vururuq 100-ə. 100 ilə 100 ixtisar gedər, cavab 30%. Ümumiyyətlə, ilkin qarışıqda 30 qram məsələn, dəmir var imiş, tutaq ki, 30 qram mis var imiş və yaxud da 30 qram. Biz 100%-ə görə hesablayırdıq da uşaqlar. 100 qrama görə daha doğrusu. 100 qrama görə 30 qram mis var imiş, 30 qram da mis var imiş. Elə mi uşaqlar? İndi, ilkin qarışıqda dəmir 30 qramdır. Ümumi qarışığımız biz 100 demişdik. Vururuq 100-ə. 100 ilə 100 ixtisar gedər, cavab 30%. Ümumiyyətlə, ilkin qarışıqda 30 qram məsələn, dəmir var imiş, tutaq ki, 30 qram mis var imiş və yaxud da 30 qram. Biz 100% görə hesablayırdıq da uşaqlar. 100 qrama görə daha doğrusu.
Kimyəvi rabitənin yaranmasında iştirak edən s orbitalların sayı pi rabitənin yaranmasında iştirak edən p orbitalların sayının 2 dəfə çox olan kumulə olmuş alkadein nə uzun sualdır. Bir də deyək, kimyəvi rabitələrin nə oldu buna? Ben görüm. Aha. Kimyəvi rabitənin yaranmasında iştirak edən s orbitallarının sayı pi rabitənin yaranmasında iştirak edən p orbitalların sayına. Yoldaşlar, çox olan kumulə. Alkadeynlər kumulə, koniqə və izole olmuş alkadeynlərə bölünür. Kumulə olmuş alkadeyndirsə, onun formulu bu şəkildə olacaq. İndi, kumulə olmuş alkadeyndə pi, bir dənə baxaq, 2 dənə pi rabitə var. Eləmi? Uşaqlar, bir dənə pi rabitəni, 2 dənə p orbitalı əmələ gətirirsə, 2 dənə pi rabitəni 4p orbitalı əmələ gətirir. Və deyir ki, rabitənin yaranmasında iştirak edən s orbitallarının sayı pi rabitənin yaranmasında iştirak edən p orbitallarının sayının 2 dəfə çoxdur. Onda bunu 2-yə vururam 8. Deməli, burada 8 dənə s orbitalı var. S orbitalda nədir? Hidrogen atomlarının sayı. Atomlarının sayı. Alkadeynlərin ümumi formulu CnH2n-2-dirsə, 2n-2 bərabərdir 8-ə, 2n bərabərdir ona, n də bərabərdir 5-ə. Deməli, yoldaşlar, bu kumulə olmuş alkadeyndə 5 karbon atomu var. Gəl belə yazaq, tutaq ki, 1, 2, 3, 4, 5. Bizim alkadeynimiz tapdıq ki, budur. İndi, neçə sp3 hibrid vəziyyətində karbon? Uşaqlar, bu sp2-dir, bu sp-dir, bu sp2-dir, bu sp3-dür, bu sp3-dür. 2 dənə sp3 vəziyyətdə olan karbon olar. Sualın düzgün cavabı. 55-ci sual. Reaksiyasının sürəti 2-dir. A maddəsinin 2-nin qatlığı bu olarsa, neçə saniyədən sonra A maddəsinin qatlığı, reaksiyasının sürəti. Aha, yoldaşlar, söhbət başlanğıc maddəyə görə gedirsə, onda V bərabərdir C1 minus C2 bölünsün T ilə yaza bilərik. Sürəti verib 2. 2 bərabərdir C1 minus C2. 16 çıxılsın 6 bölünsün T. Buradan T də bərabərdir 10, onu da 2-yə bölərik eləyər 5. Sualın düzgün cavabı. Davam eləyək 56-cı sualın. 4-cü qrup suallar biraz adam yorur. 3,5 qramı özünə 8 qram bron birləşdirən alkin. Yazıram 3,5 qramı 8 qram bron birləşdirirsə, yoldaşlar, alkinlər CnH2-in formuludur və özlərinə 1 mol bron birləşdirir. Yazıram ümumi x moluna da 1 molda 160 qramdır. Buradan x bərabər nə edib? 2-yə vurub, sonra 10-a vurub. 2-yə vursaq 7, 10-a vursaq 70. Deməli, alkenim CnH2n bərabərdir 70-ə, 14n bərabərdir 70-ə, n də bərabərdir 5-ə. C5H10 penten imiş. İndi, və molekulunda bir ədəd üçlü karbon atomu olan alken. Üçlü karbon atomu, bir ədəd üçlü karbon. 5 karbonu bu formada düzəltsək, və tutaq ki, bu üçlü karbondur. İndi bir dənə baxaq. Olar. Bəli, bu formada. 1, 2, 3, 4, 5. Deməli, bir ədəd üçlü karbon olan, deməli, formulu indi bir dənə sərgəli formada buradan yazaq. CH2, 2 qat rabitə CH, 3 CH, CH3, CH3. Bir ədəd üçlü karbon atomu olan alkin. Hidrogen halogenlərlə Markovnikov qaydasına əsasən reaksiya daxil olur. Bəli, çünki hidrogen atomu çox olan karbona, o biri isə hidrogen atomu az olan karbona birləşəcək 2 qat rabitələrdən söhbət gedir. Biri 1-dir. Beynəlxalq nomenklaturaya adı 3,3 dimetil səfdir. Təbii ki, 3 metil buten 1. 3 metil buten 1. Bu 3,3 dimetil yazıb. 2 getdi. Hidrogenləşməsinə 2 metil butan alınır. Bəli, yoldaşlar, bunun hidrogenləşmə məhsulu 2 qat rabitə buradan qırılır. Olur CH3, CH2, CH, CH3, CH3. Artıq nömrələmə buradan gedəcək. 1, 2, 3, 4. 2 metil butan. 2 metil butan. Biri 1-dir, biri 3-dür. Molekulunda 18 hibrid orbital var. Baxaq. sp2, sp2, 3-3. Burada 6 dənədir. Burada isə 3 karbon atomu sp3 vəziyyətindədir. 3 dəfə 4, 12. 12-nin üzərinə 6, 18. Bəli, 1-dir, 3-dür, 4-dür. Su ilə reaksiyasına alınan bir atom təsirindən doymuş birli spirt alınır. Yoldaşda 2 spirt alınacaq. Niyə? Hidrogen atomu çox olana gəlir. Olur CH3, 3. O biri OH atomu isə gəlib, o biri karbona birləşəcək. CH, CH3, CH3. Fikir ver, bu ikili spirtdir, birli spirt deyil. Ona görə 5-i də çıxırıq. Sualın düzgün cavabı olur. 1-dir, 3-dür, 4-dür.
Ya Allah, bitir. Baxaq. Xlorla reaksiya daxil olur falan filan. Yoldaşlar, halogenlərdən flor, xlor, brom yox. Fon Jones deyir. Xlorla brom, karbon, oksigen, azotla reaksiya daxil olmur. İndi baxaq. 1, 2 və 3. Oksigenlə reaksiya daxil olmaz. A gedir 3-ə. Natrium. Deməli, natrium xlorla aktiv metaldır. Deməli, adi şəraitdə reaksiya daxil olur. 1-ə gəlir B. Sonra mislə. Mis passiv metaldır. Mislə qızdırılıqda mis xlor 2 verir. 2-yə gedir C. Azot. Fon Jones'da bax, azotla özünüz görürsünüz ki, azotla reaksiya daxil olmur. D getdi bura. Y-yə baxaq. Kalium. Aktiv metaldır. Aktiv metalın adi şəraitdə reaksiya daxil olacaq. 1-yə B ilə Y, 2-yə C, 3-ə A ilə D. Gələk situasiyalar. 2020-nin məşhur situasiyalar. Çox adam orta məktəb dərsliklərini oxumurdu. Dərsliklərdə olan şeydir. Film çəkilişi zamanı aktyorun canlandırdığı personaj növbəti kadrda əlini kəsərək qanaxmanı nümayiş etdirməli idi. Bunun üçün çəkilişdən əvvəl qrim ustadı onun əlini kaliumun X birləşməsi. Yoldaşlar, o kaliumun X birləşməsi kalium radanitdir. Yadınızda saxlayın. Kalium SCN. Kalium, buna deyirlər kalium radanit məhlulu. Kalium rodanit yazılır. Rodanit. Deməli, X olur kalium radanit. Aha. Küt aləti ilə dəmir xlorçun məhluluna batırdı. Aktyor küt aləti əlinə toxundurdu. Asanlıqla qırmızı rəngi məhlul əmələ gəldi. Bunu da dərslərdə nə qədər danışmışıq. Kalium radanit ilə olan reaksiyadır. X birləşməsinin formulu kalium SCN və onun adını kalium radanit yazın. Elə yazdıq. Bu 58-ci sualın cavabı. Aktyorun küt aləti əlini toxundurması zaman X birləşməsi ilə dəmir xlorçun arasında gedən reaksiyanın təhlilini yazın və əmsallaşdırın. Yazaq. Kalium SCN üzərinə gəlsin dəmir xlor 3. Yoldaşlar, bu reaksiya alınır. Dəmir SCN 3 dəfə üzərinə gəlsin. Yadınızda saxlayın, kalium xlor. Fikir verək. Xlor burada 3-dür, bura 1-3 yazırıq. Kaliumdan SCN 3-dür, burada 1-3 yazdıq, əmsallaşdırdıq. Bu da 59-cu sualın cavabı. 60. 50 qram 32,5% dəmir xlor 3 məhlul ilə. Deməli, biz burada görək nə qədər dəmir xlor 3 var. 50 qramı vurursan 32,5-ə, bölürsən 100-ə. 32,5-i yəni 2-yə böl da, nə qədər eləyir? Dayan görüm. 32,5-i böl 2-yə. 16,25. Yəni 16,25 qram burada var dəmir xlor 3. İndi tamamilə reaksiyasına sərf olunan X maddəsi mi olsa, X maddəsi də bu kalium SCN idi də. Buradan 59-u silək. Bax uşaqlar, bunu yazıram. 16,25 ilə X moldusa, 3 moluna nə qədərdir? Dəmir xlorçun kütləsini verir. 162,5. 162,5 10-a bölün. Deməli, X ilə bərabər eləyəcək 0,3 mol. Bu da eləyəcək 60-cı sualın həlli və cavabı.